Salam əziz şagirdlər. Mən bu videoda sizlərə din 1-ci hissə 2025-ci il qan damar sisteminə aid olan məsələləri izah edəcəm. 72-ci sualla başlayaq. Əgər 5 dəqiqə müddətində ürəyin aortaya vurduğu qanın miqdarı 25 litrdirsə, yazaq aortaya və 5 dəqiqə müddətində deyir bizə, yəni bu dediklərimiz hamısı 5 dəqiqəyə aiddir. Aortaya vurulan 25-dirsə, aşağı boş venadan gələn, aşağı vena yazaq, başa düşün ki, aşağı boş venadır. Gələn 15 litrdirsə, bizə deyir ki, 1 dəqiqə ərzində yuxarı boş vena ilə ürəyə gələn qanın miqdarını tapın. Və bizə mötərizə deyir ki, aorta bərabərdir, yuxarı boş vena üstəgəl aşağı boş vena olduğunu qəbul edək. Demək, biz buradan tapırıq ki, aorta 25-dir, aşağı boş vena 15-dirsə, onda yuxarı boş vena ilə ürəyə gələn olacaq 10 litr. Amma bu 5 dəqiqə ərzindədir və bizə şərtdə 1 dəqiqə ərzində istəyir. Onda adi tənasüb qaydası ilə yazırıq. Əgər 5 dəqiqədə 10 litr yuxarı boş vena ilə gəlirsə, bəs 1 dəqiqədə nə qədər gələcək? Tənasüblə 10 bölü 5 düzgün cavab eləyir 2 litr. Demək, burada cavab oldu 2 litr. Davam edək 73 ilə. 73 də belə deyək, onun oxşarıdır. Ona görə bunun üzərində silək, elə bunun üzərində işləyək. Ürəkdən aorta ilə çıxan qanın 75% aşağı boş vena ilə. Aşağı boş venaya 75% yazırıq. Onda tez yazırıq ki, yuxarı boş venada 25%dir, aortamızda 100%dir. 20 litri yuxarı boş vena ilə qayıdıb. Demək, 25%imiz olur 20 litr. Bu zaman müddətində bizə aorta ilə çıxan ümumi qanın miqdarını istəyir. Biz bunu 2 mərhələli də eləyə bilərik, 1 mərhələli də eləyə bilərik. Demək, biz 20 litrə 25% yazıb, 25%-in altına 75 yazıb aşağı boş venadan tapılan, belə deyək, qanı da, yəni gələn qanı da tapa bilərik və ikisini cəmləyib aortanı ala bilərik və yaxud elə 25-in altına 100%, yəni ümumən elə aortaya çıxan qanı tapa bilərik. Bu da eləyir 100-ü vururuq 20-yə, bölürük 25-ə, düzgün cavab eləyir, demək 80 litr. 2 üsulla da gedə bilərik, yəni. Qoyun elə o birisi üsulu da eləyim, şifahiyyət edim onu. Demək, yazırıq 20 litr yenə 25%dirsə, bəs yaxşı 75% nə qədərdir? Buradan tapırıq 20-ni vururuq 75-ə, bölürük 25-ə, eləyir 60 litr. Yazırıq, demək, yuxarı boş vena 20 litr idi, tənasüblə tapdıq, aşağı boş vena da 60 litrdir. 60 üstə gəl 20, yenə də eyni cavab olunur. Aorta olur 80 litr. Demək, burada da düzgün cavab oldu. Ümumi demək, miqdar oldu 80. Davam edək 74 ilə. Qan insan ağciyər kapillyarlarında 37,5 mm məsafə qət etmişdir. Yazaq, məsafəmiz, yenə burada bunu açaq, qarışıqlıq düşməsin. Demək, məsafə S bərabərdir 37,5. Sürətimiz isə 0,5-dir. Və bizə deyir ki, 1 saniyəlik ürək sikli. Biz burada artıq 2 düsturuna gedəcəyik. Sikl bərabərdir 1 saniyə və ürək döyüntüsünü soruşur bizdən. İlk öncə biz adi düsturumuz var. S bərabərdir, bunu hələ bura qarışdırmayaq. V vur T düsturundan zamanımızı tapırıq. 37,5-i 0,5-ə bölürük. Bu da eləyir zamanımız 75 saniyə. İndi bizə deyir ki, həmin bu zaman, yəni 75 saniyədə ürək döyüntüsü necə olar? Artıq biz ikinci düsturumuzu burada yazırıq. Delta T bərabərdir zaman bölünsün nəbz vurğusunun sayına. Nəbz vurğusunu da tapmaq üçün biz zamanı bölürük sikliyə sayına.
Yəni zamanına. Demək, bizim zamanımız 75, siklimiz isə 1 saniyədir. Onda nəbz vurğumuz olacaq 75. Demək, burada düzgün cavab oldu 75. 75-ci məsələ ilə davam edək. Biraz rəngi dəyişək. Aha. Nisbi sakitlik vəziyyətində insan ürəyinin qulaqcığının 7 dəqiqə boşalması zamanı mədəciklərin yığılmasının davam etmə müddətini bizə amma dəqiqə ilə tapmağımızı istəyir. Biz ilk öncə bilməliyik ki, 0,8 saniyədə, yəni ürəyimiz bir dənə döyünəndə 0,8 olur. Bu zamanı, bu ümumiyyətlə 3 fazaya bölünür, ümumi izah verim. Birinci faza 0,1, qulaqcığın yığılması. İkinci faza 0,3, mədəciyin yığılması. Üçüncü faza isə ümumi boşalma olur, 0,4 saniyə. Biz buna yığılma deyiriksə, qulaqcığın sistolası da deyilə bilər. Bu əgər demək ki, yığılması 0,1-dirsə, boşalması və yaxud da diastolası və yaxud da qulaqcığın istirahəti 0,8-dən çıxırıq 0,1-i eləyir 0,7. Eyni ilə mədəciyə də aiddir bu. Mədəciyin yığılması 0,3-dürsə, dincəlməsi, boşalması, diastolası olur 0,8-dən 0,3-ə çıxırıq 0,5 saniyə olur. İndi baxaq məsələmizə. Bizə deyir ki, İnsanın ürəyin qulaqcığı 7 dəqiqə boşalması zamanı mədəciyin yığılmasını demək istəyir bizdən. Baxaq, bizim əgər mədəciklərimiz 0,3 saniyə yığılanda qulaqcıqlarımız nə qədər dincələr? 0,7 saniyə dincələcək. Bizə elə yığılmanı dəqiqə ilə soruşduğuna görə biz burada qulaqcığın 7 dəqiqə boşalmasını, bura yazaq, boşalmasını, yəni belə deyək də, tənasüb qaydası hər birinin altında yazırıq. Demək, 7 dəqiqə boşalmasını bir də saniyəyə çevirmirik. Çünki bizə elə mədəciyin yığılmasını dəqiqə ilə istəyir. Yazırıq, 7 dəqiqədə nə qədər olacaq? Tənasüb qaydası ilə 0,3-ü 7-yə vurub 0,7-yə bölürük. Düzgün cavab eləyir 3 dəqiqə. Burada da qeyd edək. Düzgün cavabımız oldu 3 dəqiqə. 76-ya baxaq. Nisbi sakitlik vəziyyətində insan ürəyi qulaqcığının boşalmasının ümumi müddəti 70 dəqiqədirsə, mədəciklərin yığılmasının davam etmə müddətini tapın. Yenə eyni cür gedirik. Əgər 0,7 qulaqcıqlar boşalırsa, bu zaman mədəciyin yığılması 0,3 olur. Bəs yaxşı, 70 dəqiqədə nə qədər mədəciklər yığılar? Burada 70-i 0,3-ə vurub 0,7-ə bölürük. Düzgün cavab eləyir 30 dəqiqə. Yazaq, bunda cavabı 30 dəqiqə oldu. 77-yə baxaq. Nəbzi 30 saniyədə yazırıq. Zamanımız 30 saniyə. 75 dəfə demək, nəbz vurğusu 75 dəfə vuran deyirsə, nəbz vurğumuz 75-dir. Demək, bizə buradakı, yəni ürək siklində ikinci fazanın davam etmə müddətinin birinci fazanın davam etmə müddətindən nə qədər çox olduğunu deyir. İlk öncə biz burada siklimizi tapaq. Delta T bərabərdir zaman bölünsün nəbz vurğusu. 30-u bölürük 75 saniyə. Demək, siklimiz 0,4 saniyədir. İndi biz nə üsulla edirik? Bizim normal 0,8 saniyəlik siklimizdə ikinci fazanın davam etmə müddəti, az öncə yazdım, 0,3, birinci faza isə 0,1 idi. Yəni 0,8 saniyəlik müddətdə bunların arasındakı fərq 0,3-dən 0,1-i çıxıram, 0,2 eləyir. Bəs yaxşı, 0,4 saniyə bizə hansı ki 0,4 saniyəlik sikli soruşurdu. 0,4 saniyədə nə qədər olacaq? Tənasüblə tapırıq. 0,1 olacaq. Demək, burada düzgün cavab oldu 0,1. İndi baxaq 78-ə.
Yenə də eyni cürdür. Az öncə tapdıq, yəni biz burada delta t-ni düsturu bir də yazmağa ehtiyac yoxdur. Zamanı bölürük nəbz vurğusuna. 30-u demək bölürük 75-ə. Yenə burada eynidir. 0,4 saniyə siklda. İndi artıq bizə burada 3-cü fazanın 1-ci fazadan davam etmə müddəti neçə saniyə çox olduğunu deyir. Normal 0,8 saniyədə 3-cü faza 0,4, birinci isə 0,1-dir. Yəni çoxluq olur 0,4-dən 0,1 demək 1-i çıxırıq. Olur 0,3 saniyə arasındakı fərq. Bəs 0,4-də nə qədər olur? Düzgün cavab tənasüblə 0,4-ü 0,3-ə vurub 0,8-ə bölsək və yaxud il aralarında görürsünüz kimi 2 dəfə belə deyək də azalma var. Elə bir dəfə 0,3-ü 2-yə də bölə bilərsiniz. Tənasüb qaydası da eləyə bilərsiniz. Düzgün cavab eləyir 0,15. Demək, düzgün cavabımız 0,15 oldu. 79-a baxaq. Demək, 100 metrlik məsafəni qaçan adamın nəbzi. Məsafəmiz 100, nəbz 1 dəqiqədə, zamanımız 60 saniyə, vurğu 150-dir, enimiz 150-dir. Belə bir nəbz vurğusu şəraitində ürək siklimizi istəyir bizdən. Heç burada bizə məsafə lazım olmayacaq. Adi sikl düsturu ilə sikl bərabərdir, zamanı bölürük nəbz vurğusuna. Yəni 60-ı bölürük 150-yə. Düzgün cavab eləyir 0,4. Yazaq burada 0,4 oldu. Doğru cavab. 80 ilə davam eləyək. Demək, insanda ürəyin 1 saniyəlik sikl şəraitində yazırıq. Siklimiz nəsə yazılmadı buradan. Bununla davam eləyək. Pozulmasın bir də dərsimiz. Demək, siklimiz 80-də idi. 1 saniyə. Ürək vurğu 200 olub. Bu vaxt demək ərzində bizdən nəyi soruşur? 0,8 saniyə ürək sikli şəraitində neçə ürək vurğusu olar? Demək, biz burada nə edirik? Burada nə verib bizə? 1 saniyəlik. 200 vurğu. Biz demək buradan vaxtı tapmalıyıq. Delta T bərabərdir zaman bölünsün ürək vurğusu. Demək, burada da elə zamanın bərabərdir. Bu 1-dir, bu 200-dür. Zaman da bərabərdir. 1-i vururam 200-ə, yəni 200 saniyədə. İndi bizə deyir ki, bu vaxt ərzində, yəni 200 saniyədə və indi artıq ikinci mərhələyə keçirik. Vaxtımız 200-dür. Siklimiz delta T 0,8-dir. Bizdən ürək vurğumuzu istəyir. Yəni, eyni bir dənə düstur eləyirik, sadəcə 2 mərhələli eləyirik. Yenə yerinə qoyuruq. Delta T bərabərdir. T bölünsün N. N-i burada tapmaq üçün zamanımı bölürəm. Demək, delta T-yə. Yəni, 200-ü bölürəm 0,8-ə. Burada da 200-ü 0,8-ə böləndə eləyir 250. Biraz burada qarşılıq oldu. Demək, 80-də düzgün cavab 250-dir. Bir də üstündən keçək. Yəni, burada artıq belə deyək də, bir düsturdan istifadə edirik. Sadəcə 2 mərhələlidir. 81 ilə davam eləyək. İnsanda ürəyin 0,8 saniyəlik sikl şəraitində vurğu 200 olub. Yenə, eyni bu düsturla demək biz gedəcəyik. Yazırıq delta T bərabərdir 0,8. Ürək vurğumuz N 200-dür. Bu vaxt ərzində zamanımızı tapırıq. Eyni düstur delta T bərabərdir. Zaman bölünsün ürək vurğu. Zamanı tapmaq üçün delta T sikli vururuq N-a 200-ə. 0,8-i bu hissəni silək mane olmasın.
Buradan davam edək demək. 0,8-i vurduq 200-ə. Bu da elədi 160 saniyə. İndi bizə burada bu vaxt ərzində, yəni 160 saniyədə 1 saniyəlik ürək siklində neçə ürək vurğusu olar? Yenə elə eyni düsturla gedəcəyik. Zamanımı tapdım 160 saniyə. Delta T 1 saniyədir ürək vurğumu tapmaq üçün. Düstur eynidir. Delta T bərabərdir. Zaman bölünsün ürək vurğusu. Ürək vurğusunu tapmaq üçün zamanı vururuq siklə, yəni 160-ı vururuq 1-ə. Düzgün cavab eləyir 160. 82-yə baxaq. Əgər 1 saatda 4,5 aylıq bətindaxili dölün ürəyi 4500 dəfə yığılarsa, 30 dəqiqə müddətində onun anasının ürəyi neçə dəfə vurar və mötərizədə də bizə qeyd edilib ki, dölün ürək döyüntülərinin sayı anaya nisbətən, yəni 2 dəfə çoxdur. Burada heç düstura ehtiyac yoxdur. Yəni özü hər bir şeyi yazıb burada. Yəni silək rahat olsun. Yəni özü yazıb ki, cavablar pozulmasın. Özü mötərizədə vurğulayıb ki, dölün ürək döyüntüsü anaya nisbətən 2 dəfə çoxdur. 1 saat ərzində baxaq. 1 saatda əgər dölün ürəyi 4500-dürsə, onda anadan 2 dəfə çoxdursa, demək onda 1 saatda ananınki 4500 böl 2 2250 olar. İndi bizə 30 dəqiqədə deyir. 30 dəqiqədə də təbii ki 1 saatda belə deyək də 2 dənə 30 dəqiqə var. Onda bunu da böləcəyik 2-yə. Çünki bizə 30 dəqiqə müddətini soruşur. Bu zaman ananın ürəyin döyüntüsü olacaq 1125. İndi baxaq 83-ə. Yuxarı və aşağı boş venalarla ürəyə gələn qanın miqdarı 2 böl 3 nisbətindədirsə. Yazırıq aşağı boş vena 2x, yuxarı boş venaya da yazırıq 3x. İndi deyir ki, yuxarı boş venala ürəyə gələn qan yetkin insan bədənindəki qanın miqdarının neçə faizini təşkil edir? Və bizə deyib ki, aortaya vurulan qan 0,5 litrdir. Onda yenə yazırıq, aorta bərabərdir yuxarı boş vena, üstəgəl aşağı boş vena. Aortada özü yazıb ki 0,5'dir. Bura 0,5 yazırıq. Yuxarı boş vena 2x, aşağı boş vena 3x. Biz 5x-ımızı bərabər edirik 0,5 litrə. X də bərabərdir 0,1 litrə. İndi bizə nə istəyir? Yuxarı boş vena ilə gələn deyir. Demək, və bizə burada faizlə istəyir. Yuxarı boş vena 2x-dır. Demək 2 vur 0,1 edir 0,2 litr. İndi biz bunu faizlə götürməliyik ki, bu ümumən 5 litrin neçə faizini təşkil edir? Adicə faiz belə deyək, düsturu ilə edirik. Əgər bizim 5 litrimiz 100 faizdirsə, tapdıq yuxarı boş vena 0,2 litrdir. Bəs 0,2 litrimiz neçə faiz olacaq? 0,2-ni vururuq 100-ə, bölürük 5-ə. Burada da 20 bölü 5 eləyir 4 faiz. Demək, 83-də cavabımız oldu 4 faiz. 84 ilə davam eləyək. Demək, normal şəraitdə tənəffüs zamanı insan 120 tənəffüs hərəkəti edib. Bu zaman ürəyin mədəciklərin boşalmasına nə qədər vaxt sərf edib, onu istəyir. Yenə buraları silək biraz. Aha. İndi davam eləyək. Bizə mötərizədə yazıb 1 dəqiqədə 16 tənəffüs hərəkəti. Biz buradan dəqiqəni tapırıq. 1 dəqiqədə əgər 16 tənəffüs hərəkəti varsa, bəs onda 120 tənəffüs hərəkəti neçə dəqiqəyə olar? Biz buradan tapırıq 120-ni bölürük 16-ya. Edir 7,5 dəqiqə. Normal şəraitdə, yəni 0,8 saniyədə mədəciyin boşalması, yığılması nə qədər idi izah eləmişdim. 0,3-dür. Boşalması isə 0,5 olacaq. Yenə də bizdən dəqiqə ilə soruşurmu bunu? Nə qədər vaxt sərf olunar? Deyir. Aha, bəli. Dəqiqə ilə götürəcəyik. Demək ki, yazırıq 0,8-də. Əgər
0,5 saniyə mədəciklər boşalırsa, bəs yaxşı 7,5 dəqiqədə nə qədər olar? Buradan da belə deyək, vuranda 7,5-i vuruq 0,5-ə, bölürük 0,8-ə, cavab 4,68 edir. Təqribən 4,7 edəcək cavab. Demək, burada da cavab oldu 4,7. 85-ə baxaq. Qan insanın ağciyərlərin kapillarlarında, baxaq görək bu işlədi yoxsa yox. Demək, məsafə. S bərabərdir 37,5. Sürətimiz V bərabərdir 0,5. Bu zaman ürəyin 0,5 saniyə siklində. Artıq bu yenə iki fərqli düstur olacaq. Bura yazırıq. Siklimiz 0,5-də bizə nəbz vurğumuzu istəyir. Biz nə edirik? Buradakı T-ni tapıb, burada delta T bərabərdir zaman bölünsün N-dən. Buradakı T-ni tapıb yerinə qoyacaq. S bərabərdir V vur T. T bərabərdir S böl V. Yəni 37,5-i bölürük 0,5-ə edir 75 saniyə. İndi 75 saniyəni burada yerinə qoyuruq. Zamanımız, demək vurğumuz istəyir. Vurğunu da tapmaq üçün demək zamanı bölürük delta T-yə. Zamanımız 75, şərtdə də verib siklimiz 0,5. 750-ni 5-ə böləndə nəbz vurğumuz eləyəcək 150. Demək, burada da düzgün cavab, silək bu hissəni sərgəli olsun. Düzgün cavabımız oldu 150. Davam eləyək 86 ilə. Burada da eyni cürdür, yəni 85 ilə eynidir. Yenə burada məsafə S bərabərdir 37,5. Sürətim 0,5. Buradan zamanı tapırıq. 37,5-i bölürük 0,5-ə eləyir. Demək 75 saniyə idi, səhv etmirəmsə. Burada artıq siklimizi deyib delta T 0,6-dırsa N-imizi istəyir. Düstur, delta T bərabərdir zaman bölünsün vurğu. Vurğu bərabərdir zaman bölünsün delta T. Burada da biz 75-i bölürük 0,6-ya tapacağıq. 750-ni böləcəyik burada da 6-ya. Burada da eləyəcək 125. Demək, doğru cavabımız 125 oldu. Davam eləyək 87 ilə. Demək, 0,4 saniyəlik sikl yazırıq. Delta T bərabərdir 0,4. Nəbz vurğumuz bərabərdir 100. Bu zaman müddətində. Biz bunu ilk öncə zamanı tapaq, hələ belə deyək də bir nöqtədən sonra keçərik. Delta T bərabərdir zaman bölünsün ürək vurğu. Zamanımı istəyir məndən, çünki bu zaman müddətində deyir mənə. Burada da 0,4-ü vuracam 100-ə, yəni zamanım eləyəcək 40 saniyə. İndi bu zaman müddətində ürək siklinin 3-cü fazasına sərf olunan vaxt. Normal vaxt, yəni 0,8 saniyədə. Bizim 3-cü fazamız olurdu 0,4. İkinci fazamız isə, demək, mədəciklərin yığılması, bu da olurdu 0,3. Buranın arasındakı fərq olurdu 0,1 yazırıq. Əgər 0,8 saniyədə fərq 0,1-dirsə, bu zamanda, yəni 40 saniyədə nə qədər olar? 40 vur 0,1 böl 0,8 düzgün cavab eləyir 5. Burada da cavabımız oldu 5. Yine bunun üzərini silək. 88 ilə davam edək. Sonuncu məsələmizdir. Səhv etmirəmsə, bəli, sonuncudur. Burada da eynidir yenə. Yəni üsulları getməsi hamısı eynidir. Delta T bərabərdir 0,8. Nəbz vurğum 80.
Yenə bizə bu zaman ərzində soruşur. İlk öncə zamanımızı tapaq. Yenə delta t bərabərdir zaman bölünsün ürək vuruğu. Zamanımı tapmaq üçün 0,5-i vururuq 80-ə. Bu da eləyir demək 40 saniyə. İndi yenə burada nə deyir bizə? Ürək siklin 3-cü fazasına sərf olunan. 3-cü fazasına sərf olunan ümumi boşalma 0,4-dür. Birinci fazası 0,1. Aralarındakı fərq olur 0,3. Bu 0,8-dədir. Yazırıq 0,8-də 0,3-dürsə, bəs 40 saniyədə nə qədər olur? Burada da 40 vur 0,3 böl 0,8 düzgün cavab eləyir. Demək 15. Burada da oldu 15. Aha, məsələlər bu qədər. İzlədiyiniz üçün təşəkkürlər. Ümid edirəm hər şeyi başa düşdünüz.